Dayə işi var yoldaşlar. Dayə işinin belə deyim, bir neçə variantı var. Misal üçün, hətta 2500 manatlıq variantı da var. Bu nə işdir? Necə bir dayədir? Fərqliliyi nədəndir? Nəyə görə 2500 manatdır? Çünki siz o işlə, yəni Azərbaycanda məşğul olmursunuz. Sizi aparırlar Londona. Hər bir xərciniz də qarşılanır. 4 illik Londona gedəcəksiniz yoldaşlar. 35-45 yaşlı bir şəxs olmalısınız. Uşaq da 3 yaşlıdır. Yəni arada bir də belə deyək də 6 aydan bir, 1 ildən bir Azərbaycana gəliş-gediş olacaq. Yəni belə bir işdir. Sizdən tələb olunan şərtlərdən biri budur ki, normal, təcrübəli bir xanım olun və ən əsası da rus dilini, qrammatikasını səlis bilin. Yəni bu çox vacibdir. Belə bir özəlliyiniz varsa, bu işə müraciət edə bilərsiniz. Bu bir variant idi. Digər bir dayə variantı da var. Başqa bir dayə vakansiyası bundan ibarətdir ki, 700 manatlıq bir işdir. Bu isə 17 yaşlı qız uşağına baxmaq üçündür. Onu məktəbə aparıb gətirəcəksiniz, gündəlik yemək bişirəcəksiniz, evləri səliqəyə salacaqsınız. İş saatı səhər saat 9-dan başlayır. Amma nə vaxt bitir onunla bağlı belə bir məlumat var. Fərqliliyi ondan ibarətdir ki, işlərinizi bitirib gedə bilirsiniz və maaş da arta biləndir. Bu da növbəti ikinci dayə variantı. Üçüncü daha doğrusu dayə variantı bundan ibarətdir ki, 400 manatlıq dayə işidir bu. Bu dayə işi isə yeni Günəşlidədir. Yəni ona görə də siz əgər ancaq Günəşlidə qalırsınızsa, siz bu işə müraciət edə bilərsiniz. 6 yaşında uşağa baxmaq üçün lazımdır. 1-ci sinifə gedir, oğlan uşağıdır. Və bunun fərqliliyi, özəlliyi, üstün cəhəti nədən ibarətdir? Dayə öz evində baxacaq. Yəni siz uşağın evində baxmayacaqsınız. Sizin öz evinizdə baxacaqsınız o uşağa. Belə bir özəllik var. Ona görə də yəni siz ona görə də elə təbii olaraq ki, yəqin ki, məhz onların belə deyim də özlərinə yaxın yerdə istəyirlər siz də yaşayasınız. Ona görə də ancaq yeni Günəşliyə aiddir bu. Ancaq o ərazilərdə yaşayan şəxslər müraciət edə bilər bu işə. Sonra 200 manatlıq variantda da dayə işi var idi. O artıq yoxdur yoldaşlar, xəbəriniz olsun. Bu isə Sabunçu rayonunda idi, Bakıxanov qəsəbəsində idi. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə iş axtarışınızla bağlı çətinlik çəkirsinizsə, təkcə bu işlərə müraciət etməkdə deyil, digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Kanala daxil olduqdan sonra oradan əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.